Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 28 Şubat 2026 Cumartesi. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali Bey, notlarına bakıyorum da güne biraz endişeli başlıyoruz. Şamaxı'da bir deprem olmuş. Görüntüler falan da var sanırım. Bəli Özləm xanım. Dünən Şamaxı rayonunda zəlzələ baş verib. Day.az saytının xəbərinə görə, zəlzələ anı bir məktəbin təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə şagirdlərin və müəllimin yaşadığı təşviş anları aydın görünür. Pardon Ali, rayon ne demek oluyor? Bizdeki ilçe gibi bir idari birim mi? Bəli, tamamilə doğrudur. Rayon bizdə ilçə mənasını verir. Şamaxı ilçəsində gün ərzində bir neçə yeraltı təkan qeydə alınıb. Anladım. Geçmiş olsun diyelim o zaman tüm Şamaxı halkına. Şimdi biraz daha dijital konuları geçiyorum notlarında. Dijital Gelişim Konseyi diye bir yapı kurulmuş, hem de başkanlığına çok önemli bir isim getirilmiş. Elədir. Prezident İlham Əliyevin sərəncamı ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuraya prezidentin birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik edəcək. Məqsəd rəqəmsallaşma, e-hökumət və innovasiya sahəsində dövlət siyasətini koordinasiya etməkdir. Bu xəbərin mənbəyi isə daha çox müxalif mövqeyi ilə tanınan Meydan TV-dir. Anladım. Dijitalleşme demişken çocuklarla ilgili bir düzenleme de varmış. Sosyal ağlara yaş sınırı getirilmesi planlanıyormuş. Bəli, bu da yeni bir sərəncamdır. Azadlıq.org saytının yazdığına görə, məqsəd uşaqları rəqəmsal mühitdəki zərərli məzmun və təsirlərdən qorumaqdır. Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq olunacaq. Bu konu bizde de sürekli tartışılır. Bakalım nasıl bir uygulama olacak. Şimdi biraz daha ciddi bir konuya geliyorum. Dünkü yayınımızda siyasetçi Tevfik Yakuplu'nun Kars'e atıldığını konuşmuştuk. Bugün de benzer bir haber var notlarında. Muhalif siyasetçi Elzamin Salayev Kars'a konulmuş. Bu da aynı anlama mı geliyor? Bəli, eyni mənadadır. Kars və ya Karser bizdə sərt rejimli cəza hücrəsi deməkdir. Meydan TV-nin xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan şöbəsinin sədri Elzamin Salayev saxlandığı 11 saylı cəza çəkmə müəssisəsində Karsa salınıb. Yaxınları səhhətinin pisləşdiyini deyirlər. Anlıyorum. Dün de konuşmuştuk. Bu tür haberleri genellikle Meydan TV gibi muhalif kaynaklardan alıyoruz. Peki şimdi Türkiye'yi de ilgilendiren bir habere geçelim. SOKAR'ın Petkim tesislerinde bir eylem varmış. Bəli, bu xəbərdə Meydan TV-dən gəlib. SOKAR'ın Türkiyənin Aliyağa ilçəsindəki Petkim zavodlarında çalışan işçilər şirkətin yataqxanaları bağlamaq qərarına etiraz ediblər. İşçilər bu qərarın yüzlərlə ailəni çətin vəziyyətdə qoyacağını və bölgədəki yüksək kirayə problemini daha da dərinləşdirəcəyini deyirlər. Lojman meselesi yani. Ali Ağa'da kiralar uçmuştur şimdi. İşçiler haklı. Bölge haberlerine baktığımda oldukça şaşırtıcı bir gelişme görüyorum. Ermenistan Başbakanı Paşinyan'ın eşi Anna Hakobyan bir açıklama yapmış. Bəli, çox gözlənilməz bir xəbər oldu. BBC Azərinin məlumatına görə Anna Hakobyan sosial media hesabından Nikol Paşinyandan ayrıldığını və hökumət iqamətgahını tərk etdiyini açıqlayıb. Bu hadisə Ermənistan siyasətində geniş rezonans doğurub. Vay be! Siyasette sular durulmuyor anlaşılan. Şimdi de hem üzücü hem de ilginç bir haber var. Guinness rekortmeni bir Azerbaycanlı denizde ölü bulunmuş. Bəli, çox üzücü bir hadisədir. Lənkəran rayon sakini, Guinness'in rekordlar kitabına düşmüş Ələsgər Həsənzadə dənizdə tapılıb. O, daha əvvəl idman yarışlarında çempion olmuşdu. Allah rahmet eylesin diyelim. Programı kapatmadan önce yüzümüzü güldürecek bir habere geçelim. Mini futbol milli takımımızdan güzel haberler var. Bəli, bugün püşk atma mərasimi keçirilib. Mini futbol üzrə son dünya çempionu olan Azərbaycan milli takımı Avropa çempionatında Fransa, İtaliya və Avstriya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Püşk atma dedin. O ne demek Ali? Püşk atma sizin dildə kura çəkimi deməkdir. Ha anladım, kura çekimi. Rakipler bayağı dişliymiş. Umarım yine şampiyon olurlar. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın.
Fason Radyo.